Hello qızlar, necəsiniz? Halınız, keyfiniz, əhvalınız, bacılar? Nə edirsiniz? Nə var, nə yox? Bacım yenə güzgünün qarşısındadır. Geyinib gecinmişik ikimiz də. Amma bu qız hələ güzgünün qarşısından çıxmır. Hara gedirik? Bütün xanımların ən sevdiyi bir məkana gedirik. Qızıl bazarına gedirik. Gedək oradan sizlər üçün də görüntülər çəkəcəm, paylaşacağım. Bu arada güllərimin gözəlliyinə baxın. Ağların yanında bardovu ayrı gözəl görünür. Həqiqətən də görün necə də gözəl, nə qəşəng. Bu minnoşu sizlər üçün çəkməmişdim, deyilmi? Görün nə qəşəng açır mənim gözəlliklərim. Hazırlaşırıq yavaş-yavaş. Bizim bəy çörək yer. Nəsibə də burada da hazırdır. Geyinmişik, gezinmişik. İki bacımın aldığı hədiyyəsini geyindim. Bir-birinə oxşayır, amma biraz rəng fərqi var. Çox bəyəndim, sağ olsun, Allah qazancını artıq etsin. Gülə-gülə. Sağ ol bacı. İndi gedirik. Biraz qızıl mağazinə demişdim. Biraz biriktirdiyim var. Özümün işlədikcə arxama atırdım. Sağ olsun. Ondan da çox qismət verdi. Mən də dedim, pul əl kiridir, xariclanıb gedir. Gedək, ən yaxşısı qızla keçirəcəm. Səhv edirəm, düz edirəm. İndi gedib özüm üçün baxacağım da hələ getməmişdim nə qədər vaxt ki, xoşuma gələn nə varsa, pulum, bütçəm nəyə yetirsə də onu alacağım. Amma bir də onu deyim, bir dənə üzüyüm var, Dədə-baba üzüyünə oxşayır, o vaxtından olan üzükdür. Onu da istəyirəm satan yeni bir şey alam, təzə modellərdən bir şey alam. Alıb gələndən sonra da göstərəcəm sizlərə. İndi biz çıxırıq, biz getirik. Videomu başlatdım. Uşaqlar evdədir, qismət mən Nəsibə geyirik. Bugün ayın 26-sının gündüzünü izləyirsiniz indi. Gecə parti etdilər, sürpriz etdilər mənə, sağ olsunlar. İndi də ki, gündüz gedirik, alışveriş edəcəyik, qarşımıza nələr çıxacaq. Düşürməmişəm hələ. Çala çıxmayın. Mini bazar açıblar buraları. Mən buraya gəlməmişdim. Həmişə körpünün üstündən keçirdim. Altından yox. Hə, belə keçməmişdim, değil mi? Hə. Gəldik, çatdıq. Gedək görək indi nə var, nə yox. Hələ birinci baxacağım. Ürəyimə yatan görüm nə olsa. Bütcəmə uyğun. Dal qabaq gəlirlər bunlar. Biz özümüz bilirik. Elə mi? Hələ birinci baxın. Nələr var, nələr yox. Biraz izləyicilərim üçün çəkim. 20 лишь новичков. 255. 255. Bunlar gümüşdür. Sirplolar baha olur. Почем девушка? Bunlar gümüşdür. Цены скажите просто. Весом, да? Bunlar nə səliqəlidirlər, nə balaca. Nəzikdir, amma səliqəlidir. Bax, bu kalitolar da gözəldir. Hə?
Yox, dəyişim. O tərəfdə. Nəsə bax bunlar da nə indi belə Ya bak bunlar qapımız dolanır. nəzik. Bu yerden ikinci bir yerdeki. Neyse bak bunlar mod dolanır. Bunlar da mı? Bunlar inidir. Почем это? Nasıl yazın ne? Второй. Или первый uzun da mı? Gerçekten yetirdi neyle de. Nəsə bax bunlar çıxıb indi moda. Onun sırğası, üzüyü. Bax belə burada. Qarın qarta kimi işlənir. Burada da var nazik setlər. Bax o yumru da yaxşıdır. Nə bax burada bu. Yumru kimi olan belə yastı olmuyor. Ben burada yaslı yaptım. Niyə? Sinədə yaslanır. Şuradan yaxşı görünmür. Yox hə, o Dədə Baba şeydir. Bunlara baxsanız fantaziyalı kimi. Исполнили или без? Klonam. Aldım. Amma gedəndə evdə göstərəcəm nələr aldım. Hələ biraz yenə gəzirəm. Sizlərə də çəkəcəm nələr var, nələr yox. Şəhərin içindən elə də qəşəng görünmür, amma nə qədər görünməsə də çəkib paylaşmaya çalışacağam. Пока караймaz. Yox, bunlarla köhnə. 76 bin. Bax, orada da var həmən biləzikdə. Nasıl? Alıb doldurduq. Maşallah, maşallah. Bagajı doldurduq. Həm ziyarət, həm ticarət etdik. Bazarda gözümüz nə gördü aldıq. Yorğanla döşək. Uşaqlara yorğan döşək aldım. Köhnəlmişdilər, indi dəyişəcəm onları. Yastıqlar almışam. Gedəndə göstərəcəm. Hər şey aldıq da qızlar. Allah hər kəsin qazancını xeyrə qismət etsin. İçimdə də bizimki. Sən baxdın. O knopku basın. Yox, bərdə o bax bagaj şəkildə. Anam bu bax. Anam burada görsən bagaj var orada. Yok öyle. Nina da spasiba. Gezmek misin? Bəs dönmü, yenə mi gəzmək? Gəldik, çatdıq. Abacı hani gezmeye çıkmamıştık. Hə. Hani gezmeye gidesin. Sen ne danışsan? Bunlar kullanmadı. Hələ biraz adixat eləyək. Bu nedir? Bu qaraçı deyil. Cercehiz almışıq da toy eləyirik. Gördün ki. Bana deyirəm koyun ben ayrı götürüm paketimi. Siz deyirsiniz hara gelirsen kiloya getmirim. Bak belki ben bir plan yaradırdım. Buyur. Bir eləmi? Sənə Get mənə də ver görüm. Nəsibə. Xeyirli olsun. yaşa sağ ol teyze aldım. Xeyirli olsun. Gedək mi? Daha bir iş yoxmu? Getdik Nəsibə. Anne, qismət öz sideniyasını düzəldir maşınının. Gəldik, çatdıq xanımlar. Aldıqlarımız bulardı, budur. İntihası hələlik. Bir stəkan çay içək, özümüzə gələk, ondan sonra hamısını bir-bir göstərəcəyik. Bu, yəni bunu deyir. Az kirendirmeyin. Anam kirəmir elə. Nəyi? Abi taşı görmeyin şu. Ay bala götürsəniz ayağımızın altından. Aldın mı? Papadadır, papadadır.
Ana, bir bakın bu nədir? Hı? Bir bakın bu nədir? Yox, əylan olar hələ birazdan. Bir stəkan çay içək, ondan sonra açıb göstərəcəm. Nəsibiyə baxın, gələ bilmir. Allah qoysa oğlunun toyunda belə yüklənib gələcək bacı. Onu götür. Aynen. Mama babamın çubuğuna yaşı bunlar maşın. Bu aralar maşallah. Maşallah Nərgiz yaman. Pul xarcıdır. Anası da öyle mi? Yəni ehtiyaclarımız var idi. Həqiqətən ehtiyaclarımız olan hər şeyi aldıq. Uşaqların yorğanı dəyişirləsi idi. Ay aparma da bunu içəri gətirmə. Görüblər Melsi, görüblər. Üstünə vurma. Ne böyle pırlayanı ne? Hiç sevmiyorum. Gəldik əsas məsələyə. Bunları da sizlərə göstərim. Nələr aldım, nələr aldıq. Maşallah deyin qızlar. Maşallah maşallah. Nələr aldım göstərim. Ondan sonra oturub çayımı elə içərəm. Tez ol rəyim darıxdı. Darıxmasın. Bir dənə bacınız sep aldı. İndi tək başına almır əlbəttə ki, indi yarısından çoxsunu qismət verdi. Sağ olsun. İntası biraz da birikdirdiyim var idi. Dedim ən yaxşısıdır belə qızla keçirmək. Belə bir sep aldım. Təzəm moddur bizim buralarda. Yəni bir yerdə idi bundan. Bunu da mən aldım. Görünür mü Nəsbə? Ekranda qəşəng Görünür, görünür, laf gözəl də görünür. Baxın Elə belədir. şəsipə baxıram mən. Görünür mü ekran? Hə, görünür. Bax belə bu cürdür. Bir dənə sepdir. Bunu belə qoyaq indi. Hamısını bir göstərim. Burada bir dənə komplekt üzük sırğa aldım. Belə. Görünür mü? Gözəl, gözəl, görünür. Baxın Sağlıqdan belə. gülə-gülə. Üzükdür, sırğadır. Belə fantaziyalı bir şeydir. Xoşum gəldi. Nədənsə elə bil məni çağırdı. Üzük də ki, belə. Orta barmağıma keçirdi. Baxın belə. Gözəl durdu. Əllərim də çalışqan əllərdir da. İndi nə edək? İncə-mincə də döydü. Hap yaxşıdır. Bu da belə. İndi bir də braslet alıb bacınız. Bilirsiniz, qızıla verilən pul qalır, itib batmır. Amma pulu saxlamaq olmur. Vallahi xarçdan-xarçdana gedir. Güya bunları almağa getmişdim. Daha dedim yastıqlar alım, yorğan alım. Bir dəfəlik dedim aradan çıxardım. Belə bir dənə də braslet aldım. Nətərdir? Lap gözəl. Nətərdir bacılar? Hap yaxşı. Təmiz İtalyan mı qızıldı bunu? Hə. Xoşum gəldi, bəyəndim həqiqətən də. Qolumda da belə durur. Gözəl. Gülə-gülə tax. Toya, nişana, gözəl günlərə. Amin. Qonaqlığa, nişana. Bu da mənim nişanda alınan kalsiyumdur, üzüyümdür. Yəni kalsiyo deyəndə belə qaşlı üzükdür. Taxmırdım. İndi dedim taxım. Yəni gündəlik olaraq taxmıram. Mən elə də çox üzüklər istifadə edə bilmirəm. Əslində elə də qızıl istifadə edən biri deyiləm, amma nədənsə beynimə qondu ki, qızıla verilən pul itmir. Bunu çox bəyəndim amma. Siz bunun bu burası var mı? Bunu həncəsə bağlayıblar, fikir ver. Bir-birinə geyinir. Bir-birinə geyindiriblər. Qəşəng bağlayıblar ha. Bax, brasletin bu şariklərinə takımdır. Tənən bu şariklərinə takımdır. Baxsana, hamısı bir-birlərinə də. Bənziyibdir. Gözəldir. Nə var, mən də sulandırdım, mən də malımaz. Nəyi? Qızıllar, mən də qızılları şey deyim. Yox, mən bu ilan qavuğu xoşuma gəlir. Yox, elə belə yaxşıdır. Hələ mən bu ilan qavığını istəyirəm biraz da yenə birikdirib, təkcə belə saçaqsız olanı biraz nəziyi var, uzundan klon taxmaqdan ötəri. Bax, onun kimi bir şey aldım. Mən biraz beynimə yersin, valla. Belə bunlarda Yerlən pülə gördüm, getdim almağa, qızıl almağa. Nə sağına baxacağım, nə soluna. Lap gözəl, super, gülə-gülə giyin, toya, nişana, gözəl günlərə. aldıq, gətirdik, evin ortasına tökdük. İndi istəyirik Nəsibə ilə bunların hamısını, elə də pis-pis baxır ki Nəsibə də. Bunların hamısını bir-bir sizlərə göstərək, ayaq altından yığaq-yığışdıraq, belə qalmasın. Başda görün bacı. Başda görək nə aldıq. Bu mənim yastığım. Hə, o Nəsibənin yastığı, ona görə ki qırmızı. Özüm seçmişim. Yəni bunlara həqiqətən ehtiyacımız var idi.
Artıq dəyişmək lazım idi, dəyişdik. 2 dənə kvadrat olan aldım. Yekələr yekə. Balacalar da balacalara. Hə, ikisini uşağa aldım, ikisini də özümüzdən ötəri aldım. İntihası bilmirəm. Mən çxol plastina da aldım. Çxol plastinamın üzü belə uzun sovdu. Bəlkə də bunu hələlik özüm işlədəm, bunları uşaqlara verəm. Baxın, görün nə çxol plastina alıb bacın. Bəli. Hə, qəşəngdir. Bu səninkidir. Bu mənimkidir. Bir çxol plastina da Nəsibə alıbdı. Ata, nətər deyirlər az. Nətər? Baxın, görün, qiymət verin, hansımızınki gözəldir. Hə. Herkesinki mi? İkisi də gözəldir, ikisini də xeyriyyə işlədik. Məninki mi? Bu mənimkidir, hə. Niyə? Qız mənimkini də gözəldir Bu deyim. mənimkidir, bu herkesinkidir. Yaxşıdır, ikisi də gözəl. Gözəlliyi var, bunun da ayrıca gözəlliyi var. Bax, çiçəğiniz adlı şeydə vacibına var. Qəşəngdirlər, hə. İndi nə aldıq? Gülə-gülə işlədik. İnşallah, 4 inşallah. dənə bundan var vacibdir kətdə mənim. Hələ balezi başqalarda aldım o var. Gətirəydin də nə yazıq da öylənmə. Elə ancaq sizə yük yapmışam da mən. Burada bir dənə yorğan uşaqlara aldım. Açım ki, bunu yorğanda da nə edirəm? Yorğan da açmayın. Amma yorğanı niyə bəyəndim bilirsən? Bunun sırığı belə sıxdır. O birini göstərmişdilər mənə, seyrək idi sırığı. Amma bu, nəsbə bu lığırtdanmayacaq, nə? Bu sıxdır, bu qəşəngdir. Ne aldınız? Sürprizdir bu. Hə, bir dənə də döşək aldım. O döşəyi də bəri gətir, bunları da aparaq yerləşdirək. Yaxşı, qalın düşüb o nə? Hə, yumşaq da özünə belə maçalkalıdır. Belə aldıqlarımız bunlardır xanımlar. Özümüzə gələk. Alın bunları. Hərənizin biridir marş daşın yuxarı. Marş daşın yuxarıdır. Al görüm Alixan. Sakoyu düzeldim. Hadi sen o maşınla ki daha oynamırdın. Yenə maşınla oynayırsan. Yok düzeldim. Mayaladığım qatıqdan elə bu banka qalıbdı. İndi baxaq, belə göstərəcəm. Görün nə təridir. Baxın bacılar. Camış qatığa kimi bərt alınıb, qəşəng alınıb. Nə baxın. Görünürmü? Yavaş ay bala. Yersiniz mi? Sonra yarım anne hem de için diyor. Biz kaymak yemiştik. Öyle mi? Yüngülvari toyuq ətinin batırmasını etdim. Hazır da artıq. Belə bir göyünü vurmaq qalıbdır. Süfrə açmıram xanımlar. Mən öz ad günümdə heç vaxt belə dəm dəzgahla süfrə açmıram. Allah verəndən belə hazırlayırıq. Süfrəmizin başına toplanırıq. Yerik, otururuq. Amma uşaqların ad gününü qeyd edirəm. İndi uşaq da o istəyir. Maraqlanır. Ona görə qeyd edirəm. Daha biz indi böyük adamlarıq, axlı başında. Ona görə belə şeylərlə də nə bilim. İndi bəlkə zaman gəlir, açası oluruq. Yeməyimizi yedik. Üstümüzü, başımızı dəyişdik. İndi gedirik gəzməyə. Enarə də buradadır. Dedin gedək. Gəzəyim biraz. Qismət dedi ki, aparıb sizə megaya salacağım. Ondan sonra mənim işim var. Mən öz işimin arxasıca gedəcəm. Siz gəzərsiniz. Gəzib bol-bol doyandan sonra zəng edərsiniz, gəlib götürərəm. Elə olanda maraqlı olur. Yəni adam istədiyi yerlərə gedə bilər, baxa bilər, gəzə bilər. Amma yanında bir iş xayraq olanda öz aramızda təntidir adamı gəzmək olmur. Belə bacılar. Hər kəs hazırdır. Nəsibə hələ hazır deyil. Yəni nəvəsindən danışıram. Mən də geyinim qutqamı. Belə geymişim. Qara şalvardır, qırmızı. Belə futbolkadır.
Nəsibə də oradadır. Mən çıxdım Nəsibə, işıqları sən söndür gəl ilə. Yuxarıları söndürmüşəm. Bu yanıb keçən işığı da söndürdüm. Bircə buralar qalıbdı. Buraları da sən söndür. Getdik qızlar. Görüşərik. Nəsibə deyən ad familiyalı adam hələ gəlib çıxa bilməyib. Gəh evə girir, gəh çölə çıxır. Deyəsən, bu dəfə gəlir. Allaha şükür gəlib çıxa bildi. Gəldik, çatdıq. Nənə nəvəsi ilə birlikdə biraz buralarda gezək. İnanırsınızmı? Elə xoşdur hava. İstəmirəm insan gedib içinə girə meqanın. Maşının içi də isti idi. Biraz havamızı dəyişək. Ondan sonra gedəriz. Ali. Gəlin bu tərəfə görün. Bu nə gözəl bəzənibdir bu yolkalar. Nəsibə, bunlar nə qəşəng bəzənibdir. Nə? Çox gözəl bəzənibdir. Yeni il qabağıdır deyə belə inci-minci şeylər gətirib satırlar. Bunlar nətər geyinirlər belə yoğun. Şəxsən mən geyinə bilmərəm. Yumuşaqdır, qəşəng material var. Can. Gəlin balam. Hə can. Soruş balam, niyə soruşmursan? Bizim uşaqların nə qədər böyüsə də yenə istədikləri baxın bulardır. Gətirin buradan bir dənə balaca paket göt. Bax, pirçatka göt. Şaxdır da, böyüsə də şaxdır. Mənim götürün verin mi? 3 dənəsi nə lazım idi həriyə biri? Siz götürün. Hə, yox, mən buraya qoyuram. Bir dənə də kağız gör. Mən yemirəm belə şeyləri, amma uşaqlar istəyir. Nəsibə heç yorulmur şəkil çəkməkdən. Heç yorulmursan şəkil çəkdirməkdən. Bardov rəngdir. Muncuqları xırdadır deyə qəşəng görünür. Bu da gözəldir. Bir də baxın, bunlar səliqəlidir. Qaşsız, zadsız, sadədir. Amma o vitrinidə bir dənə qaşlısını gördüm, o qəşəngdir, lap gözəldir. Zamışıydı. 34 minə. Bardov rəngi də gözəldir. Nətər göstərsəm, amma kamerada tam yansımır. Qəşəng bardov rəngi var. Tünd zoğal rəngdir. Qaç görün balan. Alixan, bunu sən varananda mı alarsan? İşləyib pul qazananda. Bunlar da yaxşıdır.
Bizim balaca pişiyimiz də buralarla biri olub. Mən də beləyəm. Buralarda da belə çantalar satılırlar. Təmiz dəyər olan çantalardır. Mən heç belə bir şey geyinə bilmirəm, bax. Davanı bu cür olanı geyinə bilmirəm. Kaç görüm arxam. Kaç balam. Baxın, nəyi göstərim sizə. Ən xoşuma gələn hansıydı bilirsinizmi? Ən xoşuma gələn, baxın, bu kariçiv rəngidir. O da qara rəngidir. Ən sevdiyim də bunu bazarda da görmüşdüm. İndi qiymətini soruşacağım, görün burada neçədir. Düz bundan bazarda var idi. 18 minə deyirdilər. Baxım, görüm qiyməti yazılıdır. Nasıl bir şey geldi? 50 min. Fərqə bax, qiymət fərqinə bax. 18 minlə 50 min. Hani Rus'unda diyebilirsin. 50 тысяч. Конечно, слишком дорого, сынок. Nəsibə, neçədir bilirsən mən? 50 min. 18 min idi, bax onu biz bazarda gördük, değil mi? Başını qaldıra bilmir. Nənə, nəvə ilə oynayır. Bəri bax, görün Nəsibə. Artıq evdəyik. Getdik, dedik, güldük, əyləndik, gəzdik. Çox çəkiliş edə bilmədim. Dedim, bu qədər olsun. İndi evdəyik, Nəsibə biraz qurtdalanır. Kirli paltarları var idi, onu güdü, sərdi. Məni də qovur. Sən getdir uzanmağa. Çünki mən sabah işdə olacağım. İşə gedəsiyəm. Sən getdincə deyir. Mən hələ birazdan yetəcəm. Ona görə mən artıq çıxdım. Yuxarı. Hə. Mən çıxdım. Uzanmağa gedirəm. Burada sizlərlə sağollaşım deyirəm. Sağ olun, sağlıqla qalın. Allah əmanət olun. Yeni videolarımızda görüşmək diləyilə deyim. Videomuzu bəyəndinizsə də bəyəni atıb, bol-bol yorum yazıb, hələ abunə deyilsinizsə də abunə olmayı unutmayın bacılar. Əlimizdən gələnə qədər sizi üçün xoş, maraqlı videolar çəkməyə çalışacağıq. Öpürəm hər birinizi, gecəniz xeyrə qalsın. Çünki bizdə saat 1-dir, gecədir. Bakın.